Salam, hər vaxtınız xeyir olsun. Əziz futbol azarkeşləri, deyərli futbol sevərlər. 8 yaşlardan ibarət Respublika çempionatı və maraqlı bir görüş bizi gözləyir. Hansı ki, Cənub və Lamasiya kollektivləri üzrədir. Hər iki komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Komandalar samlaşaraq mərkəzdə meydanın özlərinin səsində öz yerlərini tuturlar. Referinin göstərişi ilə də qarşılaşma bir qədər sonra start götürəcək. Cənub komandasında bu görüşdə start etməz belədir. Cavit Arverdiyev komandanın baş məşqçisi bu dörtlüyə güvənir. Hansı ki 6 nömrə Bağırov Murad, 9 nömrə Cəlizadə Ralməs kapitanlıq sarısı Rauldadır. Nağıyev Ayxan, bir də Kazımzadə. Süper. Vəziyyətmələr dəyişikliklər baş tutduqda da məhz nəzərinizə çatdıracam. Nağıyev meydan özlərində olan səsində Cənub kollektivindən ötürmələr izlədik. Kazımzadə Sübhan riskli oynasa da Soykov və uğurlu bir əməliyyatda qalmışdı. İndi rəqib top meydandan çıxardı. Nağıyevin irəliləməsinə imkan vermədilər. Yaxətə top oyuna daxil edilməlidir. Bir qədər qüvvətli alınmışdı zərbə. Böyütür məmləsi. Lamasiya kollektivi top oyuna daxil etməyə hazırlaşır. Öndə təzyiq Sübhan edir. Sübhan elə də pressing edir. Cəlizədən Raul. Kapitanın sarısı onun qolundadır. Məhz son olaraq ondan meydanı tərk etdi. Zərbədə imkan vermədilər. Sübhan müdaxilə etmişdi. Təkrar bir əmlə. Nağıyev Ayxan müdaxilə etməyi bacarır. Nağıyev cinah dəyişmək istədi. Lamasiya kollektivində qalır Nağıyev. İndi təzyiq edir topu yenidən qazanmaq üçün. Sona qədər mübarizə apardı və rəqibə imkan vermədilər. Ayxan sağ cinah boyunca irələdi. Bir qədər rəqibin üzərinə irələmişdi. Kazımzadə Sübhan. Nağıyevlə oynadı. Nağıyev. Bir uzun ötürmə. Top qapıdan yan keçər. Lamasiya kollektivinin oyuncuları uzaq məsafədə həm uzaqlaşdırmaq həmləsi idi bu, həm də çərçivəni düşünmüşlər, amma nəticə etibarilə uğursuz alındı. İndi Cənub ondan bir əmlə izləyəcəyik. Referi topun dayanmasını istəyir. Məhz oyun bərpa olundu. Kazımzadə Sübhan mərkəz xəttini keçdi. Zərbə təhlükəli idi. İlk əmlə. İlk zərbə zəyətli məhz Cənub kollektiv adına Kazımzadə Sübhanın ifasını da izlədik. Lamasiya adına bir əmlə ola bilər. Bir ötürmədə bir qədər bərki alınmışdı ötürmə. Nağıyev orada rəqibini keçə bilmədi. Rəqibin təhlükəli bir əmləsini izləyə bilərik. Kazımzadə Sübhan burada komanda yoldaşını sığortalamağa bacardı. Zərbə dirəyə dəydi. Kazımzadə Sübhan, Nağıyev Ayxan. Ötürməm. Raul Otoğlu, Cəlizadə Raul.
Nağıyev. Bağram Murad topu qazanmaq istəyirdi. Gücdən zərbə deyəm. Referinin qərarı var. Odur ki, top şansı korner yeni yetirilməlidir La Masia kollektivi. Qapı qarşısına. Orada mübarizə gedir. La Masia oyuncuları qapı xəttindən topu torlara yollamağı bacardılar. Mübarizənin qalib tərəfi, o duellanın qalib tərəfi La Masia oyuncular oldu. 1-0. La Masia 1, Cənub 0. O mərkəzdən yenidən start götürəcək. İndidəki tez bir zamanda bu qolun cavabı gələcək. Nağıyev Ayxan, Kazımzadə Sübhan. Ayxan bir halda cəmlə, rəqibini keçməyə bacardı, ötürməli Raul. Sübhan top meydanda saxlaymağı bacardı, daha sonra topu da rəqibə vur meydandan çıxarmışdı. Raul burada pressing edir rəqibinə. Topu qazanmağı bacardı. Zərbədən. Zərbə qeydiyə qalınır. Bağrov. Kazımzadə Sübhan, Nağıyev. Raul, orada Bağrov. Zərbə lazımdır, zərbə və gol. Maça hesaba bərabərlik gəldi. 1-1. Bağrov Murad qolun adı qolun müəllifi olur. Hesab bərabərləşir. Rəqibin çox sevməsinə imkan vermədi Cənub oyuncuları. 1-1, La Masia 1, Cənub 1. Murad topu qazanması, orada rəqiblə mübarizə aparır. Görüşdü artıq 9-cu dəqiqə. Oynalar bir daha xatırladıram, hesab 1-1'dir. Ral burada çöndü, zərbə indirdi. Cavid Darverdiyev bu həmlədən razı görünmür. Bir uzun ötürmə keçmədi. Kazımzadə Sübhan ötürməni oxumuşdu. Raul'un da pressing edir rəqibinə. Nağıyev Ayxan rəqiblə mübarizə aparır. Mübarizə mübarizə qol olacaqmı deyə gözlədim. Amma qol gəlmədi. Nəticə hasil olmur. Hər kəs intizarda saxladı. Oyuncuları. Kazımzadə Sübhan yaxşı düşündü, yaxşı gördü ötürməni. Zərbə də indirdi. Qolun müəllifi qolladı. Məsələ Kazımzadə Sübhan'dı. Orada rəqibin ötürməsini oxumuşdu.
ve geri dönüş gol oldu. Cənub kollektivi comeback edir, geri dönüş edir. 2-1, Lamasya 1, Cənub 2. Daha bir əmli olacaq. Zərbə çəkdi, təhlükəlidir. Bağırov Murad. Rəqimin əmləsini izləyirik, hər şey yaxşı qurtardı. Sübhan rəqiblə mübarizə aparır. Ağayev Ayxan, Cəlizadə Raul. Rəqibi aldatmaq istəyirdi. Baron Murad araya girdi. Raul. Ağayev. Ağayev özünü çatdırmağa bacardı. Murad ard-arda əmlələr izləyirik. Sənin oyuncularından. İndi zərbə çəkdi və gol! Kazımzadə Sübhan dubl edir komandasının 3-cü özünün ikinci qolu. 3-1. Cənubu 3, Lamasya 1. 0-1'dən hesabı 3-1 etməyə bacardılar. Kazımzadə Sübhan dubl edib və bir də Bağron Murad fərqlənib. Təzyiq edər cənab oyuncuları. Hesabla barışmaq istəmirlər, daha bir qollar rəqibin qalan ümidlərdə qırmaq istəyirlər. Burada isim hərəkətlər edən oyuncular var. İndi əvəz etmə baş tutur. Bağron Murad əvəzləndi. Onun əvəzinə Tağıyev Soltan meydana daxil olur. Cənub komandasının 77 nömrəli oyuncusu meydandadır. Cəlcədə Raul. Uzaq məsafədən zərbə. Çox təhlükəli alınır. Top qapıdan yan keçdi. Azacıq fərqli. Nağıyev. Bir qayda pozuntusu qeydə alır. Orada zərbə. Nağıyevdən top alıb tağlara yolladılar. Fərq minimum indi 3-2. Cənubu 3, Lamasya 2. Lamasyanı bir qədər əvəzləndirə, ümidləndirə bilər. Odur ki, müdafiə artıq səhvlər etmək olmaz. En azından bu dəqiqələrdə. Ağayev Ayxan. Soltan təzyiq edirdi. Raul zərbə indirmək istədi. Korner.
oyuncusu dəyişikliyi. Olsun yenidən. Oldu. Vəziyyətimə başda bilər. Raul rəqibə zərbə endirmə imkan vermədi Ayxan. Uzaqlaşdırmaq həmləsi idi. Zərbə cəhdi 3-3 oldu. İlafə edilən səhvlik, boşluq, rəqibin feklənməsi ilə nəticələnir. 3-3. Kartlar yenidən paylanılacaq meydanda. Ziyanov üçlaması 3. O da Bağır Murad yenidən meydana qayıdır. Bu səfər o kapitana əvəzlədi Raul. O mərkəzdən yenidən start götürəcək Tağıyev. Ayxan, Kazımzadə Sübhan. Ayxanla oynadı öndə. Tağıyev ötürmək istəyirdi. İndi ötürmə doğru, ona doğru. Rəqibin 3 nömrəli oyuncusu ilə mübarizə aparırdı orada. Murad. Kazımzadə Sübhan. Nağıyev Ayxan'dı bu. Öndə ötürmək istəyən oyuncu var. Yaxşı düşündü. Sübhana qarşı qayda pozulub. Yenə ötürməni oxumuşdu. Təhlükəli bir əmlə ilə yadda qalacaqdı, amma bu səfər qaydanı pozmaqla rəqiblərin onun qarşısını kəsir. Taktika edilmiş faul idi bu. Nağıyev Ayxan. Kazımzadə Sübhan. Bir ara ötürməsi yaxşı gördü komanda yoldaşına. Zərbə lazımdı. İndi zərbə və gol. Sübhanın məhsuldar ötürməsində Tağıyev Sultan fərqləməyi bacarır. Dörd 3 oldu. Cənub 4. Lamasya 3. Cənub kollektivi yenidən önə keçir görüşdə. Yavaş-yavaş ilk hissənin də sonlarına yaxınlaşırıq. Son dəqiqələr, son zətlər, son epizodlar izləyirik ilk hissədə. O arada dirəyə dəyən top az qalsın. Fərq bir qədər də artacaqdı. Muradın zərbəsi alınmır. Ağrov. Həmlə etdi. Dubl etmək istəyirdi. Onun aktivində artıq bir gol var. Yəni fərqlənmək istəyirdi, amma istədiyinə nail ola bilmir. Orada hesabı yenidən bərabərlik gəlir. Lamas oyuncuları hesabı bərabərləşdirir 4-4. Təxmin olaraq qeyd edə bilərim ki, iki hissədən son dəqiqə oynanılır. Nağıyev. Kazımzadə Sübhan. Yenidən Ayxanı qatdı əmləyə. Mərkəzə doğru ötürmə. Sübhan. Sübhan topladı. Ötürmə isə komanda yoldaşına. Zərbə lazımdır. İndi zərbə əmləsi və gol. Səhv etmirəmsə son müdaxilə. Son toxunuş Bağırovdan gəldi. 5-4. Məsıltarı bir oyunu şahidik. Nə az, nə çox. 9 gol izləmişik görüşdə. Ayxanın zərbəsi keçmədi. Həkim də saatına nəzər yetirir. Görək ilk hissəni nə zaman bitirəcək.
Ağayev Ayxan özü topla irəlilədi. Bir rəqibi də aldatmağı bacardı. Hətta zərbə idi. Orada komanda yoldaşı zərbəni qarşısını kəsir. Və rəqibdən biləsində top doğrulara yollanır. 5-5. Ötürməyə Ağayev. Zərbə cəhd alınmadı. Elə bu əmrlə də bu cəhdlə də referlik hissəni bitirir. Komandalar 5-5'lik fasiləyə, bərabərliklə fasiləyə yol alırlar. Heç yer ayrılmır. Fasilədən sonra yenidən bir yerdəyik. Bir də ayrı vaxtımız xeyir olsun əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdəyik. Bir daha xatırladım, Cənub Lamasya oyununda komandalar fasilə 5-5'lik bərabərliklə yollanmışlar. İndi ikincisi bizi gözür. Fasilədən sonra Cənub kollektivi çiliyini artıracaqmı? Lamasya komandası geri dönüş etməyə hazırlaşır. Cənub üçün niyə məhz vurğu etdim? Cavit Tarverdiyev hər zaman start heyətdə gördüyümüz oyuncuları indi məhz ikinci hissədə meydana buraxıb. Hansı ki bunlar? Mən də xatırladım ki artıq referinin işarəsi ilə də görüş start götürdü. Məhz ikinci hissədəki start heyətlərini nəzərinizə çatdırım. Hikmət Hadiyev kapitanlı sarısı məhz onun qolunda. Daha sonra Zülfiqarov Ömər 8 nömrəli forma ilə çıxış edir. Hücumda isə biz Məhəmməd Rauf və Zərbiyev Toğrul izləyəcəyik. Hansı ki komandanın digər kapitanlarından biridir Zərbiyev Toğrul. Orada top altda meydanı tərk etmişdi. Hikmət Hadiyev zərbə indirsə də altda indi top oyuna daxil edilməlidir. Uzaq məsafədə indirilən zərbəyə Hikmət Hadiyev. Məhəmməd Raufdur. Rəqibin üzərinə irəliləmişdi. Zərbə lazımdır. Rauf ötürməkdir amma zərbə evi Toğrul düşündü. Altdan top oyuna daxil ediləcək. Lamasya adına. Hikmət Hadiyev qüvvətli zərbə. Tarverdiyev oyuncunun tələsməməli olduğunu bildirirdi. Zülfiqarov öndə pressing edir. Topu da qazanmağı qismən də olsa bacardı, amma zərbəsi istənilən kimi alamır. Odur ki, yine zərbə olacaq Lamasya adına. Təzyiq var, Ravaldaca həmlələr, zərbə. Məhəmməd Rauf yaxın məsafədə belə bir şans əldən verdi. Reydəydi onun zərbəsi. Hikmət Hadiyev. Hadiyev rəqibinin üzərinə irəlilədi. Bir aldadıcı həmlə. Zülfiqarov tərs bir müdaxilə və gol. Zülfiqarov Ömərin zərbəsində rəqibi müdaxiləsi olsa da top doğrulara yollanır. Hesab 6-5. Yəni Baltalamasya 5. Oyun mərkəzindən yenidən start götürməli. İkinci hissədəki ilk gol. Hakim mərkəzi göstərir. Hesaba bərabərlik gəldi. 6-6 oldu.
Rauf, Hadiyev, Cinadə işte burada Zülfüqarov, Ömər, rəqib araya girmək istəyi. Ömər səhvini düzəldir. Rəqibin zərbəsinin qarşısında kəsməyə bacarır. Bütün Ömərə qarşı qaydada pozulmuşdur. Referinin qərarı bu yöndədir. Hadiyev, Zülfüqarov. Rəqiblərinə təzyiq edirlər. Zərbəyə Toğrul araya girmək istəyir. Sonra hesabına irəlilədi. Zərbə. İmkan vermədilər. Sürətdə rəqibini üstələmişdi Zərbəyə Toğrul. Son anda sürüşmə həmləsi ilə rəqibləri onun zərbəsini imkan vermədilər. İndi bir zərbə cəhdi Lamas oyuncuları fərqlənir. 7-6. Mərkəzdən yenidən başlayacaq. Mərkəzdən yenidən sar götürməlidir. Səbsə bir daha qeyd edirəm. 7-6'dır. Laması 7. Cənub 6. Zülfüqarov Ömər topu meydanda saxlamağı bacardı. İndi top Lamus oyuncularına meydan tərk edir. Cənub kollektivi yenə top oyuna daxil etməlidir. Digər cira, digər səmtə bir ötürməkdə Məhəmməd Rauf top meydanda saxlamağı bacardı. Hikmət Hadiyev. Rauf. Görüşürüz. 8 dəqiqəni geride qoymuşuq. İkinci hissədə 8-ci dəqiqə oynanılır. Qeyd edin bir daha. Son 12 dəqiqə burada Zərbəyev Toğrul topu rəqibinə vurub meydandan çıxardı. Bəli. Referinin qərarı. Oxudu, düzgündür. Korner yeni yetirməlidir. Cənub kollektivi standart vəziyyəti duran top şansını dəyərləndirəcəklər. Hikmət Hadiyev komanda yoldaşlarını axtarır. Zülfüqarov Ömərlə oynadı. Ömər. Hikmət Hadiyev zərbə indirdi. Burada ötürmə vermək lazım idi. Ələmə Starvedev də bunu qeyd edir ki, Məhəmməd Rauf yanında. Boşda idi. Ömər özü topluyor. İrəlilədi. Burada Məhəmməd Rauf ötürmə vermək lazımdır. Zərbəyev Toğrul. Zərbəyev sona qədər mübarizə aparır. Toğrul inatkarcasına, əzimkarcasına məsələ sona qədər mübarizə apardı və topu torlara yollama bacardı. İstədiyinə nail oldu. Görüşdə artıq bərabərlik var. 7-7. Rauf topu elə keçirməyə bacardı. Bir qədər zərbə imkanını itirdi, amma rəqiblə mübarizə aparır. Rəqibdəki hücum
həmləsini izləyə bilərik. Zülfiqarov Ömər ötürməni oxudu, araya girdi Ömər. Özü zərbə endirməsi sizə alınmır. Təkrar həmlə bu. Zərbiyev idi. Mbappe ləqəbli Toğrul Zərbiyev. Top yan torları sirkələdi. Rauf yenidən topu qazanmağı bacarır. Rauf. Bu dəqiqələrdə hücumlarının kəsələrini bir qədər artırıb Cənub kollektivi. Bir zərbə Hikmət Hadiyev. Altın topu ilə daxil ediləcək. Top doğrulara yollandı Hikmət Hadiyev. Qolladı qolun müəllifi. Onun zərbəsində uzaq məsafədə endirilmiş zərbə. Həmçinin uzaqlaşdırma həmləsi idi, dirəyə dəyən top. Doğrulara yollandı 8-7. Cənub kollektivi artıq öndədir. Bir qədər əvvəl vurğu etdiyim ki, hücumlarının kəsələrini bir qədər artırıblar. Təzyiqi artırıblar. Reseptdən önünə keçməyə bacardılar. Hadiyev. Zərbədə rəqibə imkan vermir. Hələdən mübarizə aparır. Məsələ Hadiyevin nəzarət altında top. Yaxədə meydan tərk etdi Hadiyev. Hikmət Hadiyev rəqibini yola saldı. Bir an ötürməsi Zərbiyev. Toğrul və gol! Zərbiyev Toğrul. Uzaq altında kör nöqtədən zərbə indirdi. Rəqibdə müdaxilə etmək istəyirdi, amma alamadı. Zərbiyev Toğrul dubl edir. 9-7 oldu. Hesab arasındakı fərq artıq 2-yə yüksəlib. Mehmet Rauf. Zülfiqarov burada topa çatmaq istəsə də alınmır. 9-8. Hikmət Hadiyev, Zülfiqarov Ömər. Ömər alda cəmlələr. Burada referin qərarı ilə barışmadım. Top səhv etmirəmsə məhz Romasyonçularına meydan tərk etmişdi. Yeni bir həmlə, yeni bir zərbə və gol. Zərbiyev Toğrul. Yenə məhz fərqlənən ad, yenə fərqlənən oyuncu Zərbiyevdir. On 8. Amasya 8. Cənub 10. Burada Mehmet Rauf rəqiblə mübarizə aparırdı. Hesab arasındakı fərq yenidən 2-yə yüksəlib. Görüşdə isə son 7 dəqiqə. İndi bir həmlə. Ömər qarşıladı Hikmət Hadiyev. Zülfiqarov Ömər. Ömər incədə Zərbiyev düşüncəsi Toğrul top meydanda saxlama bacardı. Rəqibin ayaqlar arasına atır topu, amma zərbə imkan vermədilər ona. Zərbə cəhdi. Mehmet Rauf.
Top doğrulara yollanır. Maça bərabərlik gəldi. Ağayev Ayxan. Hikmət Hadiyev. Məhəmməddən Rauf. Hadiyev uzaq məsafədən zərbə indirdi. Hadiyevin zərbəsi və gol! Hikmət Hadiyev komandasına yenidən önə keçər. Rəqibin çox sevməsini, ümidlənməsinə imkan vermir. 11-10. Yeni bir əmli olacaq. Sona qədər marş apardı. Və topu torlara yollamağı bacarır. Məhəmmədlər Rauf. Meydanda ən çox mübarizə aparan nəzimkarcasına vuruşan oyunculardan biridir. 12 oldu fərq. 2 yüksəldi. Hikmət Hadiyev burada rəqibini yola salmağı bacardı. Diaqonal ötürmə yaxşı alındı. Zərbiyev Toğrul. Toğrul Zərbiyev. Yenə fərqlənir. Hikmət Hadiyev və Zərbiyev Toğrul kombinasiyası qol gətirdi. Arda-arda 3 gol izlədik. Məscənub kollektivindən. 13-10. Hikmət Hadiyev ayaq saxladı, bir rəqibini aldatdı. Nağıyev. Ayxan. Hikmət Hadiyev. Nağıyev Ayxan. Hadiyev. Ayxan yaxşı düşürmüşdü. Məhəmməd Rauf top ələ keçirdi və torlara yollamağı bacardı. Pressing təzyiq öz bərəsini göstərir. 14-10. Və görüşdə artıq son 3 dəqiqə. Zənimcə qeyd etmək olar ki, artıq Cənub komandasını qələbədən dəqiqələr ayırır. Bu mübarizə inanmıram ki, Cənub komandası mübarizəni udulsun. Son dəqiqələrdə qələbəni əldən versin. Hikmət Hadiyev. Hadiyev orada. Yeni rəqibini yola salma bacardı. Hadiyev özü irələdi. Hikmət Hadiyev. Beş, 10. Hadiyev ötürməni oxudu. Daha bir zərbə gəlir Hadiyev. Rəqibin boşluğunu tapıb artıq. Hər əmləsi, hər zərbəsi qoldur. Hadiyev. Ötürmə komandalaşına burada Məhəmməddən Rauf. Hadiyev, diaqonal ötürmə, Zərbiyev, Toğrul və gol!
Mehmet Rauf bu sefer ona zərbə imkan vermədilər. Və korner. Korner yeri yetiriləcək. Onu da qeyd edim ki, görüşdə son dəqiqə oynanılır. Səmti dəyişdilər və Mehmet Rauf qoluna da qolun müəllif olur. Və hesablı qələbəyə doğru addımlayır artıq. Lamasiya kollektivi yaxşı mübarizə aparsa da, təbii ki, burada sona qədər mübarizə, əzimkarlıq, oyunun əvvəlindən dəfələrlə istifadə etdiyim bu ifadə əzimkarlıq və istək öz sözünü dedi. Həmçinin qeyd etmə olar ki, zənimcə son dəqiqələrdə bitiricilik, dəqiqlik. Nədir biri ayrı-ayrı komponenti olsa da, birləşəndə kombinasiya olanda belə bir qələbə, qalibiyyət komandanın mükafatıdır. Bu əmlələ də, bu cəhətlə də referi qarşılaşmanı bitirdi. Maraqlı bir mübarizə izlədik, qələbə Cənub komandasından yana oldu. Hər iki komanda növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın. Bəli, yanımızda Nağıyev Ayxandır. Hər zaman inanma mübarizəsi ilə fərqlənir. Bugün də qələbə qazandılar. Sözü ona verim. Həm qələbə münasibətdə təbrik edək, həm də öz fikirlərimizlərlə bölüşsün. Yaxşı oyun keçirdik, qələbəmizi qazandıq. Uşaqlar çox qəşəng oynadı, əla idi. Cənub komandası ən güclü komandadır. 18-10 uğur qazandıq. Bəli, necə yanımızda Zərbiyev Toğruldu da komandanın kapitanlarından biridir. Həmçinin bu görüşdə fərqlənməyi də bacardı. Sözü ona verim. Həm qələbə münasibətlə təbrik edək, həm də öz təəssüratlarını bizlərlə bölüşsün. Hamı salam deyirəm. Oyun çətin keçsə də biz oyunu çevirməyə bacardıq. Uşaqlarımız yaxşı oynadı. Müəllimimizin sayəsində biz oyunu qazandıq. Bəli, indi isə yanımızda Hikmət Hadiyevdir. O da komandanın ən inanlı oyuncularından biridir. Bu görüşdə də fərqlənməyə bacardı. Sözü də ona verəcəm. Hamıya salamlar. Hamı yaxşı oynadı. Təbrik edirəm. İlk öncə. Çox sağ olsun ki, bizim baş məşqçimiz Cavid müəllim. İnşallah belə də davam edərik.